Paytaxtda Elimizə Yaz Gəlir adlı konsert proqramı keçirilib. Tədbir İşıqlı İstedadlar layihəsi çərçivəsində Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan konsertdə fiziki məhdudiyyətli istedadlı ifaçılar səhnəyə çıxaraq müxtəlif musiqi nömrələri təqdim ediblər. Layihənin rəhbəri Elnar Musayev bildirib ki, əsas məqsəd bu istedadların yaradıcılığını geniş auditoriyaya tanıtmaq və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. İşıqlı İstedadlar layihəsi adından da bilindiyi kimi gənclərin parlaq istedadını işıqlandırırıq. Hansı ki, məhdudiyyətsiz gənclərimizin, onların incəsənət, mədəni potensiallarını önə çıxardırıq. Cəmiyyəti inteqrasiyasında dövlətimizə dəstək oluruq. Down sindromlu uşaqlardır, serebral iflic uşaqlardır. Görmə məhdudiyyətli uşaqlarımızla bugünkü gününü inşallah gözəl bir gün bəxş eləyəcək hər bir kəsə. İnklüziv cəmiyyətdə xüsusilə əlilliyi olan insanlar üçün çox böyük önəm təşkil edir. Bu dinamika təşkil edir. Yəni bu günlər Azərbaycan regionda bir çox sahələrdə öncü sıralarda olduğu kimi əlilliyi olan insanlar üçün də yaradılan imkanlar sırasında birincidir. Bugün əsas bacarıq və qabiliyyətlərini bu insanlar digər sənət adamları ilə birgə inklüziv olaraq səhnədə nümayiş etdirilməsi təqdirə layiq bir haldır.